Salam, hər vaxtınız xeyir olsun. Bugün 11 yanvar 2026-cı ildir. Hava günəşlidir. Temperatur yüksək bir qədər. Təxminən 15-16 dərəcə istilik var. Hava zıdarlarının vəziyyətinə baxacağım. 2 koloniyaya baxacağım. Bir zəif koloniya, bir dənə də güclü koloniya. Hava zıdarların yumurta atımına, yem ehtiyatına baxacağım. Görün vəziyyət necədir. Barın cinsi İtalyandır. Keçən videoda mən nəm üçün qəndlər qoymuşdum. Qəndlər qurudu. Yəni bu deməkdir ki, yeşiyimizdə nəm yoxdur. Çox şükür. Nəm olmağı problemdir yəni. Və yemdə problem olan, yemi az olan arılarımıza bal verəcəm. Çünki bu mövsümdə arıya şərbət vermək mənə görə doğru deyil. Çünki içəridəki arıların onsuz da ömrü tükənmək üzrədir. Çünki keçən il doğulan arılardır bunlar. Və qış boyunca ömürləri azalıb. Və arının ömrünü azaldan şeylərdən biri də onu işləmək. Nə qədər çox işləyirsə arı, o qədər ömrü azalır. Şərbət verib arını işlədib bir qədər də ömrünü qısaltmaq istəmirəm. Arı ön tərəfdə salxımdadır və yumurta da var burada. Anar da buradadır. Kiçik bir yerdə qapalı yumurta var, larva var. Günlük yumurtası var. Həmçinin bu tərəfdə. Həm yumurtası var, həm də qapalı. Bal ehtiyatı çox gözəl, normaldır. Nə az demək olmaz, nə çox demək olmaz. Arı 3 çərçivədə ön hissəyə kulub yaradıb. Yəni yaxşıdır. İndi arıya verəcəyim şey nədir? Bu cür paketdə arıya bal verəcəm. Və mikserdə üyüdülmüş çiçək tozunu balla qarışdırıb bu cür xəmir halına gətirmişəm. Bunu verəcəm arıya. Mən bunu sonbaharda elədim, yəni avqust-sentyabr ayında. Çox gözəl effekt verdi, yəni. Həm arını götürməyi yaxşıdır. Həm də kek verəndə içərisinə şəkər pudrası qatırıq. Kek arını yorur, məncə. Məncə ən gözəli budur. Hələ ki. İndi bunu bağlayaq, keçək öbür arıya. Bu arıya sonuncu dəfə 1 kilogram şanlı bal vermişdim mən. Maşallah, arının üstünə görünməyi belə həm sevindirici, həm də biraz adamı qorxudur. Çünki arı bu cür üstədirsə, yemində problem var deməkdir. Mən bildiyim qədərilə. Arını 15 gündən çox daşımıram, bəlkə çox. Arı agresivləşib. Şanlı ballı demək olar. Çox istəsin, tüpürürlər. Və qoyduğumuz qəndlər də olduğu kimi qalıb. Yəni heç bir nəm yoxdur demək olar ki. Ovlub tökülmür. O deməkdir ki, şükürlər olsun. Yeşiyimizdə nəm yoxdur. Mən niyə görə şübhələnmişdim bu arada nəm olmağından? Ona görə ki, arı yumurta fəaliyyəti davam edirdi. Yumurta fəaliyyəti olanda qış vaxtı. Ümumiyyətlə, ilkbaharda belə içəridə nəm yaranır. Bunu aprel ayında, mart ayında da belə görmək mümkündür. Arını açıb ısıtmaq istəmirəm. Agresivdir. Agresiv olması səbəblərindən biri də mən bilən yem ehtiyatının az olmasıdır. Biz sonbaharda adətən arını şərbətlə bəsləyirik. Amma ilkbaharda şərbət vermək, yəni mənim öz fikrimdə məncə doğru deyil. Çünki içəridə olan arılar artıq yaşlı arılardır. Bunlar estafeti digər nəslə verməlidirlər ki, yəni gənc nəslə. Sonra bunları normal bəsləməyə başlayaq. Yəni mən arıya şərbət versəm hal-hazırda, arı onu pətək gözlərinə yığmaqdan ötürü, ümumiyyətlə istifadə eləməkdən ötürü bir zəhmət çəkəcək, işləyəcək. Bu da onun ömrünün qısalmasına səbəb olacaq məncə. Bunlar mənim salxıma keçməyən arılarımdır. Amma elə arılarım var ki, hal-hazırda, yəni zəif arılarda salxımdadır. Bəlkə də yumurta fəaliyyəti heç yoxdur onlarda. Mən arıya keş verirdim. Həm özüm düzəltdiyim, həm alınma kek. Alınma keşdən ümumiyyətlə imtina elədim. Çünki öz düzəldib verdiyim keşi arılar daha tez götürür, daha çox faydalı olur. Lakin mən belə baxıram, bundan sonra ümumiyyətlə keş düzəltməyəcəm. Çünki keşə qarışdırdığımız şey nədir? Baldır, çiçək tozudur və şəkər pudrasıdır. Əsas içərisində arıya ən çox lazım olan şey balla, yəni çiçək tozudur. Bunu da bu vəziyyətdə versək, balı açıq belə şəkildə, çiçək tozunu bu şəkildə versək, şəkər pudrası verməyə ehtiyac qalmır. Çünki arının ən təməl qidası budur. Çiçək tozu və bal. Keş arını məncə yorur. Çünki bu qədər qoyduğumuz keşi arı
uzun müddətə götürür. Amma bunu qoyuram bura, yəni bu vəziyyətdə. Arı bunu heç sabah saxlamayacaq, götürəcək bunu. Arı güclüdür, biraz çox verək. Mesela. Bir daha inşallah fevral ayında bakarıq barıya. Aslında baxmaq fikrim yox idi, sadəcə qidaya görə. Burada isə süzülmüş və yaxud içərisində bir qədər bal olmuş çərçivələrdir. Hava normal olduqda arılar keçib buradan balı öz tərəflərinə daşıyırlar.